Bizə vaxtınızı ayırdığınıza görə təşəkkür edirik. Bu videonun sonuna qədər izləməyiniz sizin təbii ki, xeyrinizədir. Çünki 660 ballıq bir şagird bizim yanımızdadır da, belə deyək. Yəni, bunun dediyi sözlər tamamilə rəsmi sözlərdir. Çünki özünü də sübut eləyib bu şəxs. Və bəzən də sizə inanmasalar, yalan deyirlər. Məqul deyirlər, sən necə edə bilərsən? Məsələn, maksimum 350-360 belə fikirləşə bilərsən. Müəllimlər verir, kim verir? Salam. Bu günləri bizim kontentimiz abituriyentlər üçün olacaq. Bu günləri 660 bal toplayan Hüseyin bizdəndir. Salam Hüseyin, necəsən? Bu günləri Hüseyini dəvət eləmişik. Gəlib bizdən video çəkməyə. Deməli, biz burada abituriyentlərə mən yox, təbii ki, Hüseyin məsləhət edəcək. Hüseyinə veririk sözü. Tibb tələbəsidir, birinci kursdur, 660 bal toplayıb. Birincidən, özün danış da. Sən buraxılışdan sınavına nə qədər yığırdın? OTK yedirdin. Maksimum 260 bal yığmışam. Amma buraxılışda 280 yığmışam. Buraxılışda 280, blokda da maksimum OTK-da 340 bal yığmışam. Hadi 660 bal. İndi sən nə qarmalısan? Abituriyentlər deməlisən ki, bu nəticəni necə əldə elədin? Nəticəni? Yəni 662 bal deyək də. 662 bal necə yığdın? Birinci, yəni ilk vaxt 400 qruplar deyim, yəni tibb hazırlaşanlara. Sən 400 qrupsan və həkimliyə hazırlaşsan tibb sahəsində. Sən birinci, nə qədər olmasa riyaziyyatdan şey deməz, olmasa tələbəsi. Amma riyaziyyat ən güclü fənni olmalıdır, necə deyim. Mən həmişə riyaziyyat fənni maraqla oxuyurdum. Elə mənim bu dəqiqə qrup yoldaşlarımda ən güclü fənni riyaziyyatdır. Yəni, çox olimpiyadaçıdır, amma riyaziyyatda dəqiqə həmin qrupada salam göndərəm. 125A7-dir. Müalicə profilaktikası birinci qrup. Göndərdi. Bax, bu video baxsan görəliş göstərir. İnşallah. Və belə deyim ki, digər qruplarda riyaziyyat hər şey təməlidir, necə deyim, hər şeyin təməli riyaziyyatdır. Çünki riyaziyyat həm məntiq verir, müxtəlif üsullarla özün şey öyrədə bilirsən. Mən özümə görə, məsələn, üsullar başımla yadıma saxlayırdım, qısaldırdım, necə deyim, qısaltmalardan, uyğunlaşdırmalardan kompleks edirdim, onları yadıma saxlayırdım. Bu riyaziyyata aid. Bu riyaziyyat sahəsidir. Yox, bu riyaziyyatın mənə olduqca köməkdir. Hər fəndə bir nəsə kompleksli yığışdırdım və məntiq işlədirdim. Yəni, tək üzündən o foy etsin, o bir yerdən sonra yadımda qalmır geçiyor. Mən irənici qruplaşdırdım və öyrənirdim və elə də yadımda qalır. Mən bunları deməmişdim heç. Bunları mən deməmişdim də. Eləncik. Sonra fənlər desək, biologiyanı riyazi fən deyildi. O qədər tam birinci istəyə bilmirdim, amma çoxlu test işlədim. Nə qədər desən, yəni nə qədər desən o işdə oxuyurdum da, yəni yazırdım. Məsləhət görsən ki, çoxlu test işləsində. Çoxlu test. Bizim qruplarımız aiddir. İndiyə qədər bir buraxışdan 7 dəfə, blokdan 8 dəfə, tək 11 sifr imtahan etmişəm. Eləncik 15 də sınaqlara da çox kömək oldu. Demin sınavında elə mən getdim. Buraxışdan sonra hazırlaşa bilmədim. 310 bal gəldi. Dedim 310 mu yox, 300 bal gəldi. O, nə qədər almışam. 80-90 bal qoymuşam üstünə. Özüm bildiyi kimi verir. Bu bir şey belə deyim, ego vayətdə heç nə yoxdur. Sadəcə yəni deyə bilərəm. Sən həqiqətən sadə adam yedin o. Göstərmir. Heç mi göstərmir, necə deyim? Müəllimlər özü deyir ki, yəni sən indi bunu deyirəm ki, ego çıxır. Çıxma sən denə, narahat olma. Biz sənə güvənirik. Elə özü deyim, müəllim son 2-3 ayda bildiyin, yəni mən öz üzvəndə çox müəllimlərlə qalırdım o vəziyyətdə. Yəni müəllimlərdən daha çox işləyirdim. Məsələn, özündən əlavə müəllim olmurdu. Müəllimciyin olduğu yerdə özüm otururdum. Məsələn, bir qrup yoldaşım oxuyurdum. Həmin o qrup yoldaşım indi stomatoloji oxuyur. 622.4 baldan deyirsən. Elxan, o da oxuyur. Onunla otururdum, yəni nə qədər lazım test işləyirdim. Yəni heç əlavə özümü ayırırdım. Bütün nə var, nə yoxsa can qoyurdum. Deməli, uğurun sirri nədir? Çalışmaqdır. Bəli. Ya da məqsədli olmaq və çox çalışırsan, zəkan orta səviyyədə, az çalışırsan, zəkan üstü səviyyədə. Məsəl üçün, qrup yoldaşlarım var, yəni sizin tanıdığınız. Qrup yoldaşlarını daha çox universitetdən tanıdıqlarım. Məsəl üçün, Arif adlı uşaq var, 692 baldan çoxlu olimpiyada qazanmış. İndi bu ilki 700 bal, Orxan var. Özümdən belə tam belə dərin əlaqə olmaqsa, yəni tanıyıram da. Onlar da, məsələn, onlar xüsusi istedad və tam çalışma. Məndə biri var, xüsusi istedad tam olaq yoxdur, amma çox çalışma var. Onlar da hər ikisi bir yerə yığılıb deyə. Yəni bildiyin... Məndə istedad yox idi. Ancaq məndə 100%... Şimdi zəka yandı bilmirəm. Məndə 100% əzmkarlıq var idi, çalışma var idi. 10%, 15% zəka. Onu mən gücdən bula artırdım. Yaddaşım nol səviyyəsində, amma çox çalışırdım. Yəni deyirəm, məqsədi qoyun. Uğura gedən yolda da dəhşətli əziyyət çəkməlidir. Bu dəhşətli əziyyət. Bunun bir miqdarı yoxdur da yəni. Sən açıqlamadın ancaq balı ya. Sən nələrdən toplamışdın? Sonra demədin.
Hə, mən ən çox xoşladığım fən blokda kimya idi, bir də fizika idi. Hər ikisindən 98 bal gəldi. Biologiyadan da dediyim kimi o qədər dərindən oxuya bilmirdim deyə 91 bal gəldi. 91 yox, dəqiq deyim. 90.9 yəni. Hamısı 90 plus yazılır. Bir dərindən bir. Saat 5-də edirdi məsəl üçün. 5-də evə satdımsa, 5, 6 məsələn buraxışda 7-də başlayırdım dərslərə. Blokda isə 7-nin yarısı. Yəni nə qədər çox işləsəm o qədər yaxşı idi. Belə başlaydım, yəni oturub bir üzümə yox, mən bunu eləyəcəm. Oturdum 5 saat oturum. O insanlıqdan deyirəm, mən o görə biraz ara verdim orada. Ara deyirlər, oyun oynuyordum yəni. Mənim balım bəlkə 660 bal çox gələ bilər. Məsələn, biraz yığdıqdan sonra insan çox gəlmir. Məsəl üçün məndən çox yığanlar olacaq. Bu normal bir şeydir. Əminəm ki, olacaq. Çünki nə qədər insan bir məqsəd qoyursa, ondan çox yığması böyük etmək olur. Mənim də həmişə həm necə deyim, istədi yox, həm də inamım var idi. İnamla start bir yerə götürdü. Bəli. Deməli, bizim burada nəticəyə belə gəlmək lazımdır ki, çoxlu çalışmaq lazımdır. Sağ ol, Hüseyn. Görüşənədək.